Bu çörəyi yesəz çox tez bir zamanda arıqlayacaqsınız. Çünki tərkibində nə un, nə gluten, nə də ki maya yoxdur. Çox sağlıqlı bir çörək reseptidir. 2 stəkan qırmızı mərcinin üzərinə çıxacaq qədər su əlavə edib ən azı 3 saat saxlayırıq. Gecədən də saxlaya bilərsiniz. Vaxt tamam olandan sonra mərcinin suyunu süzüb yaxşıca yuyuruq. Üzərinə 3 ədəd yumurta, 50 ml duru yağ, yəni 2 xörək qaşığı, 200 ml qatıq da əlavə edib blenderla tam püre halına gələnə qədər əzirik. İndi isə yarım çay qaşığı soda, 1 paket qabartma tozu, xırda doğranmış bir dəstə şüyüd və 100 qram ağ pendir də əlavə edirik. Şüyüdlə pendir tam olaraq zövqə görə də əlavə etməsəniz də olar. Sonda da duz və istiotunu da unutmuruq. Hamısını yaxşıca qarışdırırıq. Qəlbimizi duru yağla yağlayıb xəmiri bura əlavə edirik. Üzərinə zövqə görə küncüt və ya çörək otu da səpə bilərsiniz. Əvvəlcədən sobamızı 180 dərəcədə isidib 40 dəqiqəlik bişməyə qoyuruq. Budur, qızılı rəngdə pambıq kimi yumuşaq çörəyimiz hazırdır. Xüsusən də pəhrizdə olanlar üçün əla seçimdir. Əgər videomu bəyəndinizsə, like edib abunə olmağı da unutmayın. Hələlik.